Ya Allah, bu şeirimi böyük sevinç və məhəbbətlə uca Rəbbimizin mübarək izzət-i cəlalına həsr etmişəm və artıq 15 ildir ki, Allahın hökmü ilə yataq xəstəsi olan, ancaq əlhəmdülillah bir dəfə də olsun ona ası düşməyən, hər an dilində müqəddəs Rəbbimizin zikri səslənən, canım atam Süleyman müəllim başda olmaqla, bütün cəmi Məhəmməd ümməti müsəlman bacı qardaşlara, möminlərə, müqəddəs Ramazan ayı, Qədir gecələri ərəfəsində ərmağan edirəm. Allah oruc namazlarımızı qəbul etsin. Amin. Rəbbi idrak. Fikir ver bap balaca, yaraşıqlı düzəyə, yumurtanın içində möhtəşəm möcüzəyə. Daim biz insanları ilahinin varlığın bəzən ya bilərəkdən, yaxud bilməyərəkdən şübhəyə alanları, ən ali yaradılmış, ən böyük nadanları bir şey düşündürmüşdür. Görəsən bu dünyaya cücə yoxsa yumurta əvvəl hansı gəlmişdir? İlk baxışdan çox adi görünən bu sualın qərəzli niyyəti var. Tərəddüddə saxlayıb ası salmaq istəyir bəndəni yaradana, bu hiləgər mövzunu ortalığa atanlar, ikiyüzlü şeytanlar. İblisin fitnəsinə aldanıb inanırkən xeyli düşünməliyik. Bizi ən böyük sevgi, məhəbbətlə xəlq edən, Tanrımıza yaranan lüzumsuz şübhəmizdən, namərd xislətimizdən xəcalət çəkməliyik. Nə dəxli var ilk öncə, ya yumurta ya cücə, hansı yaranıb bunun? İkisinin də bizlərə Rəbbimiz tərəfindən ruzi göndərildiyin dərk edib bilməliyik. Bu səbəbdən də ona çox şükür etməliyik. Dövrümüz, zamanımız böyük təkamüldədir. Bu olaylar dünyaya bir tərəfdən tərəqqi, digər tərəfdən isə tənəzzülü bəxş edir. Tərəqqi çox gözəldir, inkişaf edir elmimiz. Onun nəticəsində kosmosa uçuruq biz. Ən yeni uğurlara imzamızı atdıqca, təəssüf ki aşınır əski adətlərimiz, milli dəyərlərimiz. Beləliklə də sanki itir ülvi hissimiz, Rəbbimizə sevgimiz, həm də bir-birimizə olan mərhəmətimiz. Bir məkirli nanəcib, küfr yağır üzündən, özündən xeyli razı soruşur din əhlindən. İslam belə deyir ki, bütün cümlə aləmin tək yaradanı vardır. Elə isə Allahın özün kim yaradıbdır? Bu bəsit çox bilmişlik, təhlükəli müşriklik, aparır uçuruma yoxluğa insanlığı. Tanrının qəzəbinə düçar edir bizləri, çox böyük faciədir insanın nadanlığı. Yaradılmış nə varsa yaradanı var onun. Yaradan deyirik biz müqəddəs Rəbbimizə, bu səbəbdən olanmaz yaradanı Tanrının. Sahibi tək özüdür, canlı cansız hər şeyin, fövqəl bəşər insanın. Ey insan, bunu bil ki, Qadirin hökmü ilə zəif yaradılmısan. Bir dəfə düşündünmü, ananın bətnindəykən nə ilə qidalanmısan? Doğulan məqama dək qəbul etdin sən onun qanlı, kirli heyzini. Rəbbin mərhəmətlidir, vacib idi bu sənə. Ancaq rəva görmədi o natəmiz qan ilə murdarlasın ağzını, göbəyinlə ötürdü qidanı bədəninə. Bəs özün nə edirsən? Sənə əmanət olan o mübarək ağzına haram tikə yeyirsən? Bir müddət yuyunmasan kir səni iyləndirir, kiçicik ağcaqanad yuxuna haram qatıb möhkəm hiddətləndirir. İçdiyin o şipşirin saf suyu görəsən kim?
göydə dayaqsız duran buludlardan endirir. İnsanoğlu bir dəfə düşündü mü nə vaxtsa, nələr gözləyir onu oksigen çatışmasa, 21%-dən nə artar, nə azalar, bircə rəqəm fərq etsə həyatımız məhv olar. Yağışın damlaları sanki meydan oxuyur cazibə qüvvəsinə. Bütün qalaktikanı tənzimləyən bu qüvvə ilahi qüdrət ilə baş əyir hər damcının naz ilə düşməsinə. Əks halda bu damcılar güllə sürəti ilə dikilməliydi yerə. Allahın əmri ilə hər damlanı bir mələk endirir son mənzilə. Bircə dəfə sıxmaqla bir yerə yığılan qar, havada birləşsəydi, üstümüzə düşərdi məhv edici topalar. Rəbbimiz öz lütfünü bəxş edib bizə yenə, göydə qar dənələri yapışmır bir-birinə. Saymaqla tükənməyir Xaliqin hikmətləri, möhtəşəm möcüzəsi bircə damcı nütfədən xəlq eylədi bizləri. Sual çıxır ortaya, öyündüyü zəka ilə tərəqqi əldə edən ən kiçik həşəratı yarada bilmir nədən? Adəm oğlu düşünmə, elmdir dünyamızda hər bir şeyin açarı, inkişafın tək meyarı. Həyatı da, elmi də ilahidir var edən. Nə qədər ucalsaq da, kənarlaşa bilmərik qoyduğu çərçivədən. Edilən ixtiralar, kəşf olan yeniliklər, həyatın gələcəyi gülər üzlü körpələr, ömrünü başa vurub dünyanı tərk edənlər, sevinənlər, gülənlər, kədərə bürünənlər. Bütün bu hadisələr baş verir nöqtə boyda fəzada asılı qalan, həm günəş ətrafında, həm öz oxu boyunca, zərgər dəqiqliyi ilə dayanmadan fırlanan, qapalı bir cahanda, yer adlanan məkanda, milyon illərdir belə, Rəbbin rizası ilə. Sözüm sənədir mənim ey müsəlman qardaşım, Tanrını ürəkdən sev, elm ilə məşğul ol sən, müqəddəs kitabımız olsun könül sirdaşın. Allahın hikmətləri əks olunubdur onda, məhəbbətlə oxusan alarsan böyük fayda. Qurban, ölüm haqdır bil, dadacaq hər kəs onu, Rəbbi idrakdan keçir, ömrün əvvəli sonu. Uca Allah qəlbində onun məhəbbəti olan bütün bəndələrinə şəfaət etsin. Rəbbimizə böyük sevgi ilə Qurban Zərdablı.